Yeni sabit tarifin tətbiq olunması, qazın və elektrikin tarifinin hesablanmasına heç bir dəyişiklik etmir. Hər ay abonentlər qaza görə 1 manat, işığa görə də 1 manat sabit tarif ödəyəcək. Konkret az məlumat verir ki, bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli elektrik enerjisi və təbii qaz üçün sabit tariflərin müəyyən edilməsini izah edərkən bildirib. 1 manatlıq sabit tarifin elektrik enerjisinin sərfiyyatına dəxli yoxdur. Ümumiyyətlə, vətəndaş elektrik enerjisi istifadə etmədiyi aylarda da bu 1 manatı ödəməli olacaq. Bir neçə ay öncə qaz və elektrik enerjisinin sərfiyyatı haqqında qanuna dəyişikliklər edildi və bu dəyişikliklər artıq yanvarın 1-dən qüvvəyə minir. Sadəcə olaraq, indi sabit tarifin qiyməti 1 manat müəyyənləşdi, ekspert qeyd edib. Bu kimi xəbərlərdən anında xəbər tutmaq istəyirsinizsə, kanala abunə olub like etməyi unutmayın. Bayramınız mübarək olsun.